Aynur Abdullayeva adlı vətəndaş sosial media hesabında şok iddia ilə çıxış edib. O, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun oğlu Məcid Əhmədov tərəfindən 65 min manat vəsaitinin mənimsənildiyini bildirir. Şikayətçinin sözlərinə görə hər şey Türkiyədən Azərbaycana tibbi və texniki avadanlıqların gətirərkən satılması üçün qurulan ortaq işbirliyi ilə başlayıb. Abdullayeva bu layihəyə böyük məbləğdə investisiya yatırdığını qeyd edir. İddia olunur ki, Məcid Əhmədov qarşı tərəfi inandırmaq üçün həm YAP sədri olan atasının, həm də Türkiyədə beyin cərrahi işləyən qardaşı Ramizin adından və nüfuzundan istifadə edib. Məhz qardaşının Türkiyədə tibb sahəsində olması vətəndaşın bu biznesə pul yatırmasında əsas rol oynayıb. Aldanıldığını anlayan şikayətçi dəfələrlə hesablaşma aparmağa çalışsa da ona əvvəlcə narahat olmayın, ödəniləcək cavabı verilib. Son olaraq isə qarşı tərəfin ailəsi ilə danışan vətəndaşa gedin nə istəyirsiniz edin deyərək qapı göstərilib. Aynur Abdullayeva məqsədinin kiminsə əsassız şərləmək olmadığını, sadəcə pulunu tələb etdiyini deyir. O, əlindəki bütün rəsmi ödəniş sənədlərini, bank köçürmələrini və yazışmalarla aidiyyatı hüquq mühafizə orqanlarına müraciət edəcəyini xəbərdar edir. Məsələ ilə bağlı itham olunan qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq, mövzu diqqətimizdədir.